Salam axşamı xeyir olsun hörmətli izləyicilər. Saray qəsəbəsində düz yolun qırağında 4 otaqlı ev satışa çıxarıldı 89 min manata. İçində bütün gördüyünüz, görmədiyiniz əşyalar hamısı qalacaq. Kondisioner, xaladelnik, paltaryanları. Bu üçün götürəcəklər. Qalan nə görürsünüz hamısı qalacaq. Çəkilişimizə də qonaq otağından, yəni zalından başlamışıq. Torpağının çıxarışı ilə satılır. 89 min manatdan da qəti narahat olmayın. Qiymətində hələm yenə də endirim olunacaq. Radiatorlar nə qədər 80 radiatordur. Çox yüksək keyfiyyətlə tikilmiş evdir. Vaxt aparmaq istəmirəm. Bunları inşallah gələndə bütün detalları ilə hamısını izah eləyəcəyik. Çünki almatoru 18'dir. Üstü bütün monolitdir də düzdür. Üstü bütün monolit betondur. İstəsiniz bunu ikinci mərtəbəsində qaldıra biləcəksiniz. Balkonları da var. Fundamentli kəmərli evdir. Gəlib fundamentinə baxarsınız, üstünün monolitinə də baxarsınız. Bax gördüyünüz bu divan, dəst hamısı qalacaq evdə. Da bir ad-baad deməyəcəm. Bir də təkrar edirəm. Kondisioner, xaladelnik, bir də paltaryan. Götürüb çıxıb gedəcəklər. Bu qonaq otağı idi, yəni zalı. Buradan gəlirik evimizin girəcək koridoruna, yəni giriş qapısına. Bax, bu qapı. Bax, bu qapını açandan sonra daxil oluruq evimizin içərisinə. Sonra keçirik zala. Zalı göstərdiyimə görə sanitar qovşağına baxaq. Bir dənə bunun kvadratına baxın, görün nə boydadır. İstifoldur da düzdür? Bütün istifoldur. Moydadırı, unitazı, hər bir şəraiti qurulub hazır vəziyyətdədir. Bir də təkrar edirəm, hamam tualet istifoldur, kvadratda böyük bir kvadratdır. Sonra davam edirik mətbəxə. Mətbəxinə baxın. Bax, təp-təzə mətbəx mebelidir, görürsünüz. Jalüzü, seksiya radiatorları var. Deməli, buradan bir dənə bu paltaryanla bu xaladelniklərini götürəcəklər. Qalan yenə gördüyünüz kimi, olduğu kimi qalacaq. Sonra burada bir yataq dəsti var. Bax, yataq otağıdır, görürsünüz. Bu yataq dəsti də qalacaq evin içərisində. Sonra davam edək növbəti yataq otaqlarına baxaq. Təzdən gəlirik qonaq otağına, zala. O bursa otaqların qapısı zaldandır, bax. Məsələn, burada bir yataq otağıdır. Bax, görürsünüz nə qəşəng sərgəli təmir olunub. Bax, belə. Bax, bu da bir yataq otağıdır, amma bu böyük yataq otağıdır. O bursuna nisbətən bu böyükdür. Sonra burada da bir yataq otağı var. Bir yataq otağı da buradadır. Ümumilikdə 4 otaqlı evdir. 89 min manatadır. Torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası var. Düz yolun qırağında birinci evdir. Darvazanı açan kimi birbaşa avtobus marşruta minə bilirsiniz. Taksilərə minə bilirsiniz. Sonra başqa nə izah eləyəcəkdim? İndi buradan hamısını izah elədim sizə. İndi buradan bir dənə yavaş-yavaş gələk. Həyəti mən sizə göstərim ki, həyətində nə var. Bax, elə qapını açıram ki, siz də tam dəqiqliyinə görəsiniz. Düz saxlayıb, baxın, həyəti göstərək. Bax, görürsünüz, bax, belə bir həyəti var. Bax, belə bir həyəti var. Bura balkonudur, yol görürsünüz. Düz yolun qırağıdır. Bax, burada belə bir pilləkəni var, böyük bir balkonu var. Gəlin buradan davam eləyək. Bir dənə axşam da olsa həyəti